Ramazan ayında ibadətlərlə məşğul olmaq orucluya ən sevimli əməllərdir. Həsən İbn Ali radiyallahu anhuma buyurur ki, Allah subhanahu ta'ala bu ayı öz məxluqatı üçün bir geniş bir meydan eləyib. Orada insanlar Allaha itayətlə onu razı salmaq üçün çalışırlar. Allaha itaat edərək Allahı razı salmaq üçün çalışırlar, yarışırlar. Bu yarışmada bir qövm qabağa keçdi, onlar qalib gəldilər. Bir qövm də geri qaldı, onlar isə itirdilər. Çünki xeyir işlərdə yarışmağı Uca Allah bizə əmr edib. Uca Allah buyurur ki, "Səbiqu ilə məğfiratin min rabbikum və cennetin arduha ka'ardis sema vel ard." Rəbbinizdən olan məğfirətə və məsafəsi göy və yer qədər olan cənnətinə tələsin. Onun üçün yarışın, bir-birinizlə yarışın, onu əldə etmək üçün.